Salam uşaqlar, növbəti bir testi sizinlə paylaşıram. Gəlin baxaq. Bu dəfə həm də izah da eləyəcəm. Baxırıq, deməli ən var. Boşluqdan sonra ən varsa bizə tək lazımdır, düzdür? Və arımçıyadır, bəli var, iz olacaq. Yəni burada ola bilər ki, o başqa bir əşyanı soruşsun, olmayan bir əşyanı onda isn't götürərsiniz təkdə, cəmdə isə aren't. Baxırıq, bax görürsünüz elə eyni şeydir. Baxırıq ki, heç nə yoxdur, uşaq yoxdur, düzdür? Children var, aren't olacaq, düzdür? Deməli, sadəcə burada vaxtlar tez gedir. Hə, indi çox olanda çox izah eləyirəm. Vaxt çox olanda izahıma çox vaxt qalacaq. Baxırıq ki, burada ebəs, baxırıq ki, bəli var. Deməli, nə olacaq? Təkdə is. Baxırıq ki, 5 chairs. Stulları saymağı unutmuruq. 4 stuldur. Deməli, nə olacaq? Cəmdə aren't. Çünki 5 stul yoxdur, 4 stul var. Diqqətlə oxuyuruq, cəmə təkə fikir veririk, baxırıq. 4 chairs, bəli, 4 chairs. In the kitchen, bax yeri də soruşur, yerə də diqqət edirsiniz, götürürük bunu. Baxırıq, there isn't a car. Deməli, burada in the garage yazıb. Baxır, bir maşın olmadığı üçün cümlə belə yazılıb, ona görə in the garage. Aha, bura baxırıq, there isn't a car in the garage. Bəli, deyir yoxdur, amma 2 dənədir, baxaq. Bəli, burada batı götürürük ammaya görə. Baxırıq burada, there are chairs. Deməli, stullar və kreslo yoxdur, or götürəcəyik. Aha, there are 3 lamps. Baxırıq ki, 3-dir. Bəli, 3 ola bilərmi? Bir dənə də saat. Götürək, çünki 2 dənəsi burada var, bir dənə də lüstra oxşuyur bu. Baxaq görək düz olacaqmı? Əlini götürək. Bəli, düz oldu. Deməli, dediyim kimi əşyalara diqqət edirik və mütləq təkəcəmə fikir veririk. Bax, in the basement təkdədir, is olacaq sual. Bəli, tamamlandı. Game complete. Baxaq görə neçə bal verdi bizə. 2 dəqiqə 30 saniyə elədim. Ondan 10 üzərindən 10 aldım. Mən tez-tez eləyə bilərdim. Sadəcə sizə izah elədiyimə görə belə gec oldu. İnanıram ki, hər birinizə faydalı oldu. İzahlarımda əgər daha çox videolar və hansı qrammatik qaydalar və yaxud ingilis dilinə aid hansı videolar çəkməyimi istəyirsinizsə, mütləq rəylərdə bildirin. Hələlik Allah'a əmanət olun hər biriniz.